Uşaqlar gecə saat 2-nin yarısıdır, acıdım. Deməli bu toyuğun döşətidir, belə sevimli dadındır. Çeri pomidor və burada hamının sevmədiyi Cola Zero. Dedim ki belə yiyeyim, nəsə acıdım. Getdi. Все, мама, включай, кушаем. Yadımdan çıxdı deməyib, ikimiz mama ilə yeyirik ya, bunu hamısı mən yeməyəcəm. Getdi. Dostlar, hamıya salam. Nanula SMR kanalına xoş gəlmisiniz. Mənim izləyicilərimin yarısı çoxları vlog da sevir. Ona görə qərar verdim ki, sizə gözəl, uzun vlog edim. Və az da olsa bu vlogda sizə ailəmlə tanış eləyəcəm, ətrafımı göstərəcəm. Əgər belə bir vlogları bəyənirsinizsə, like edin, rəy yazın, mənim də xəbərim olsun. Əgər sizə əziyyət deyilsə, mənə çox xoş olardı. Burada isə mən öz takipçimlə görüşməyə hazırlaşırdım. Daha doğrusu bu gecə idi. Yəni səhərsi gün takipçimlə görüşməli idim. O mənim üçün çanta toxuyub və deyib ki, yəni səni görmək istəyirəm, elə-belə göndərmək istəmirəm, sən gəl, biz görüşək, mən də sənə çantanı verim. Nəhayət bir dənə vaxt tapdım ki, səhərsi gün gedim, qızın çantasını götürüm. Çünki bir aya yaxın idi ki, bu çanta dururdu, mən gedib götürə bilmirdim, heç cürə zaman edə bilmirdim daha doğrusu. Və o xanım məni gözlədi, sağ olsun ki gözlədi, yəni küsmədi. Həmişə ona yazırdım ki, yəni sən küsmə, mənim sadəcə vaxtım yoxdur. O da deyirdi ki, mən başa düşürəm. Çünki mənim bütün takipçilərim başa düşəndir. Əsl mənim takipçilərim, sağ olsunlar. Salam, bu günləri çanta götürməyə gedirəm. Mənim takipçim Niyə Toxuculuq mən çanta toxuyub. Mən də dedim ki, əli boş getməyim. Çünki dedim ki, göndərə bilirsənsə ünvana göndər. O da dedi ki, mən səni görmək istəyirəm. Qərar verdim ki, belə bir çanta aldım. Çanta deyəndə kuloçik. Maskalar götürəcəm. Belə maska, belə maska, belə maska, belə maska. Qoyuruq qıza. Tak. Və Tukla olan belə versiyasını bilmirəm, təzədir. Onu aldım. Milka. Və belə bir milka aldım. Çayla içər. Sağ olsun ki, mənə belə bir çanta toxuyub göstərəcəm sizə. Gedib belə verəcəm. Prosto mən bilmirdim açığı nə aparam. Məncə yəni normaldır, niyə də yox. Yəni masçikalar qoydum ki, qızlar həmişə masçikaları sevirlər və şirniyyat. Bilmirdim açığı nə alım, nə qoyum, zövqlər müxtəlifdir. Ona görə dedim belə. Bu Zara'nın bu koftası, Jara'nın şalvarı. Bu bizim sevimli, mənim sevimli daha doğrusu sumkam. Mənim Karl Lagerfeld'im, mənə hədiyyə olmuşdu. Təşəkkürümü bildirirəm. Çox sevirəm bu sumçikanı. Belə qorsanırıq. Nəhayət mən evə gəldim. Bu çantadır. Həm YouTube, həm Instagram kanalı var. Buralarda, qıraqlarda hardasa yazacağım sizin üçün. Niyə Toxuculuqdur. Çox qəşəng görsənir. Rəngi tam mən necə istirdim. Pinterestdə belə sumkaları görürdüm və çox bəyənirdim. Ona görə belə formatda görməmişəm mən hələ. Və bu personajı tanıyanlar oldusa rəylərdə yazsın. Sevdiyim personajlardan biri olub. Görün nə qəşəngdir. Bu çantaya da asa bilərik, brilokdur. Asa bilərik və yox da başqa çantaya. Məncə çox qəşəng alınıb. Doğrudan da çox yumuşaq sumka deyil. Yəni əzilmir, büzülmür. Formanı itirmir. Çox bəyəndim. Ayam çox sağ ol. Görüşdük də ondan. Qucaqlaşdım, şəkil də çəkdirdim. Əgər qoysa buralara bu şəkli qoyaram. Mama burada kompotik eləyir. Burada da mərci şorbası hazırlayır. Mərci ilə gələcəm. Yəqin ki, mukbang olacaq. 100%.
Gözəllik. Mukbangın kısa bir hissəsini paylaşdım ki, ən azından görəsiz və həmin mukbanga dəqiq baxmaq istəyəsiz. Çünki çox gözəl mukbang alındı. Həm də çox maraqlı bir tema var idi. Əgər baxmaq istəsəz, aşağıda linkini dəqiq 100% qoyacağam. Və əgər əziyyət deyilsə sizə, artıq 4 dəqiqə keçib və siz like eləməmisinizsə, like eləyin, dəqiq abunə olun. Əgər abunə olmamısınızsa, çünki mən istəyirəm ki, gələn videolarımda da sizi görüm 100% rəylərdə. İlk dəfə də bir şey eləyəcəyik, görəcəksiniz. Aşın üstündə ətdir. Yəni internetdə görmüşük. Burada pomidorlar, nənəmlə mama acılı biber yemir, mən yeyirəm ona görə. Bu da sobada olacaq. Burada da ət. 2 dənə eləyəcəyik, sonra 3 yerə böləcəyik. Yəni hansı şeyi mən yemirəm. Mama ilk dəfə eləyir, deyir ki, ilk dəfə eləyirəm. Nəsə şey eləməsinlər. Belə əzirik. Axırda sizə göstərəcəm nə alınır. Hər dəfə resepti istəyirlər. Ona görə dedim ki, vlogda çəkim sizin üçün. Bu belə kağızdır. Mama, bu kağızın adı nədir? Pirqamidir, yəni keşkidə. Ha, pergamentdir. Seririk. Və getdik. Bunun daskanı qoyduq ki, sürüşməsin. İnanırıq ki, sürüşməyəcəm. Sürüşür! Onda niyə sürüşmürdü? Burada ət daha yadımdan çıxdı deməyə. Nə alınacaq? Birinci dəfə. Əllərimin üstünə getdin, ay Allah. Əlləri götürsən. Götürmürəm. Yəqin ki bildiniz, indi çox insanın keşfiyyatında olan bir reseptdir. Yəni mənə də düşür. Amma çox nazik eləmədə dəyilsən də Allah. Nazik nədir? Allah. Qızartsın da yaxşı. Nazik lazımdır. Nazik. Burada ancaq ətdir, hə? Ətdir, soğan yoxdur. Hə, ancaq ətdir. Çəkilmiş ət. Nazik sloy alınmalıdır. Yəni ikinci pergamenti çıxardırıq və mama davam. Və belə bükürük. Bu elə bil İskəndər dacı alınmır. Hə, orada düyü var. Düyünün üstündə ətdə. Belə. Qoyuruq bura birini. Və ikincisini həmənki kimi edirik və qoyacaq sobaya, düzdür. Düyü də olacaq daşma. Daşma düyü. Əzizlərim, belə alınır. 2 plast və biraz günə baxan yağı əlavə edirik tərəvəzlərin üstünə. Ya Allah, mamaday tökürüb çikildi. Oy. Dözüm, qoğum. Hə, mama. Bax belə. Qızarmış olsun üstü. Hə, qızarmış olsun. Üstü belə tünd olmalıdır. Son getdi. Mən bu pomidoru yetim qaldı içinəsiz. Allah haqqı ağlayır orada, gecələr ağlayacaq deyəcək. Mənə yağ tökmədilər. Mənim 60 plus zarafatlarım baş qoşmuyor. Getdik kassaya deyəcəkdimi? Sobaya. Əzlərim, bir daşmanı necə eləyirik? Burada sudu, yağdı və sarı kökdür. Həman başa sal. Mən 1 stəkan yarım düyü eləyirəm. Hə. Hər stəkana 1 stəkan su. Və 1 stəkan yarım duzdur, düyüdür. Nəş 3 stəkan su tökürəm. Tökdüm, yavaş necə başlayır qaynamağa. Tam xodu alırsınız. Vamxodda pişir. Yavaş-yavaş, hardasa 20 dəqiqə su çəkilənə kimi soğucu daşıma hazırdır. hazırdır. Bura indi sırazuca əlavə eləyəcəksən düyünü. Yox. Qaynayır. Qaynasın, yaxşı qaynasın. Qaynayanda düyünü... Biz göstərəcəydik əlavə eləyik. Hə, düyünü yuyub yaxşıca qoyacam bura. Söz göstərəcəm. Çünki məndən çox vaxtı soruşurdular, daşımaya nəyə deyirsiniz, daşıma nədir? Bir də bu dəmirlərə görə də danışmaq istirdim. Dəmirlər çikdir, dəmirlər nədir? Bu dəmirlər qoyulur bu qab yuyana. Qab yuyan da hardasa 3-cü, 4-cü dəfədən sonra belə vəziyyətə salıb. Yəni bizdə qaz təzədir. Hardasa 3 il, 2 ildir, 4 il, nəsə belə bir şeydir. Yəni hər şey dəyişmişik. Biz tamamilə evi tam remont eləmişdik də. Hər şey də dəyişirdik.
Ona görə yəni bunları ümumiyyətlə ayrıca satılır, bilirəm, dəyişəcəyik. Narahat olmayın. Bəziləri elə bilir çiftdir, belə də elə deyil yəni. Uşaqlar, su belə qaynayır, deməli, biz də yuyulmuş düyünü əlavə eləyirik suya. Üstü, yəni daşma budur. Yəni ən azından biz bunu belə hazırlayırıq. Sonra da qapağını bağlayırıq, bir 20 dəqiqəyə də hazır olacaq. Düzdür, su çəkilənə qədər gözləyirik. Bu qədər. Və burada artıq bir neçə gün keçib, biz dayımgilə gedirik. Burada dayım oğlunun əskərlikdən çıxmasını qeyd edirdi. Təmiz ailə idi hamı. Bu tortdur. Valideyn de что за торт? Kebapçını da çek, kapın kebap yolu. Ayardı, dana basırma, toyuq, kuzu, biber. Gedirəm. Halit, ne inirsən? Vay, bəh. Gözəlliyə baxın, görün nələr yiyəcəyik. Və üstəlik də yadımdan çıxdı deməyə ki, bu şubanı və mimoza salatını mama hazırlamışdı. Dayımın evidir. Gəlmişik dayımın evinə. Dayıma demişdim ki, hər yerə girəcəm. Dayım hələ yoxdur, düzdür. Bu lampoçkaları çox bəyəndim. Spalni хочу saxlayın. Və üstəlik rəylərdə yazın, belə uzun vloqlar bəyənirsiniz ya ondan qısa olsun vloqlar, nə düşünürsünüz? Bax belədir. Kстати, evi çöldən göstərmək istəyirəm. Gedək baxaq, gedək. Alişka gedək göstərməyə. Осторожно, bu nə səslərdir? Belə evdir. Burada loqadır. Dayım özü şirbin bürcüdür. Bundan bax. Orada terasdır. Göstərəcəm. Orada sizə kebab göstərdim orada. Evin rəngini çox bəyənirəm. Çox qəşəngdir. Gedək hamını izləyək. Vlog çəkib vaxtıma düşüb. Neyəyindir, hə? Gedək. Qapını aç. Mister. Sen o что? Kişi sana aç. Valid, sen kişi mənə qapını açmır. Bax, kamera vloga qoyacağım. Aç qapını. Davay, göstərirəm. Aç. Bunu bu əlimi götür. Aç da. Baba, indi belə kişilər gedib dünyada. Sen göstərdin. Bax, qapını mən açmam. Valid, sen kişi mənə qapını açmır. Bu dayımın otağıdır. Dayım otağında futbol oynamaq olar, baxın. Hər yerə girəcəm demişdim. Dayım yoxdur axı. Bametdən istifadə eləyərik. Hər yeri çəkəcəm. Az qala düşmüşdü. Burada da mən. Getdik. Valid, hardasan? Bu da dayım qızının otağıdır. Bebişinlə. Sağın deyil. Burada dəyişmək olar. Dayım qızı göstərir ki, burada işığı dəyişmək olar. 2 dənə bəbişi var. Biri buradadır. Bunlar prosta dar çəkimidirlər də. Dayım qızı ayrı qalırlar. Bu onun kovrikidir. Bu nə multik idi? Tom Jerry değildi. Tom Jerry idi bunlar. Və burada Ben 10'dir, yalan demək. O Ben 10 deyil. Diego'dur. Doğrudur, maşan öldürücülər. Dayım oğlunun otağıdır. Dayım oğlu bilmədən girmişəm. Vlogda görəcəyik ki, bu onun xəncərləridir. Nagrada və buna baxın. İndi özümü də onlarla çəkəcəm. Yəni baxın da burada nə qədər medal var. Qalan çəkmək istəmirəm və burada onun Mars. Только голову. Я выпрямлюсь. Да нет, ты можешь и целая, мне все равно. Просто я как горбатая гора. Мне надо выпрямиться. Так, dostlar, dayım oğlu medalları, dayım oğlu xəbəri olmadan. Deməli, dayım oğlu bizim fəxrimizdir. Biz görün nə qədər medalları var. Valid, gəl. O da işi. Medal değil. Burada 3-cü, 2-ci yerlərdir. Baba, bu qədər. Burada görün 1-ci yer,
birinci yer. Özü hamısı Azərbaycan bayraqları. Burada yalan deyil, İtaliyadır bu. Yalan demirsə, İtaliyadır, bu Ukraynadır. Görün nə qədər medalları var. Xaricə də tez gedib. Yəni birinci yerlər qazanıb. Yəni prosta göstərmək istədim. Mən ümumiyyətlə çəkilməmişəm bu medallardan. Ümumiyyətlə həyatda da hamısını bir yerdə görməmişəm. Ona görə dayım qızını indi eksploatasiya edirəm. Dayım qızı mənim bu kadrımı axırda çəkmədi. Bu 2 dənə sanuzel var evdə. Bu ikincidir. Burada vanna var. Yəni və bu çubrik. Bu ikinci vannadır. Dayıma demişdim, dayım arvadına deməmişdim əslində. Burada belədir, ayaq üstüdür. Kafelini burada çox bəyənirəm. Çox qəşəngdir. İkilidir, həm belə, həm belə. Buradan getdik. Uşaqlar, bu belə podsvetka ilə kuxnadadır, dayımda. Deməli, burada xaricdən gətirdiyi görün nələr var. Biz içmirik. Bunlar statuetçikalardır. Dayımın ad günündə mastikadan tort eləmişdilər və bu maşın qalmışdı 55. Dayım maşınlar xəstəsidir və heç nə. İstidir çox. Это тоже моя троюродная сестра, а Сабина двоюродная сестра. Və bir Azərbaycanlı kimi isti çörəyi görəndə mən deyiləm. Yəni heç kimə baxmayaraq oturub yeməyimi yeyirəm. Dayım oğlu budur, hardadır bu deyə burada. Parmağım gələnə qədər. Pigi dayım. Valid bir şey də göstərmək istəyir. Dadam. Elə bir ki, hamısını güya özüm bişirmişəm. Hə, vallahi elə göstər. Əslində olan. Ancaq qapaq açır. Mən ümumiyyətlə belə yığıncaqları çox sevirəm, amma yığıncaq olanda ancaq ailə içində. Sevmirəm ki, məsəl üçün tanımadığım bir adam başlayır məni qucaqlamağa, öpməyə. Mən belə şeylərdən zəhləm gedir. Ona görə yəni burada tam biz ailə içində idik. Ailə olmasa belə çox yaxın dostlar və tanışlar idi. Hətta sizlərə demək istəyirəm ki, məni görən kimi mənə deyirlər ki, bezdirmisən artıq bizi. Biz sənə baxırıq və kökəlirik. Hamısı da qohumlarım və tanışlarımızdır. Yəni mən inanmırdım ki, mənim o qədər qohumlarım mənə baxır. Və sizə bir şey deyim, burada necə idi? Dayım gilini eləmişdi. Sağ tərəfdə ancaq qadınlar oturmuşdu, sol tərəfdə ancaq kişilər oturmuşdu. Biz adətən hamımız bir yerdə otururuq, heç bir problemi yoxdur kişi ilə qadının bir yerdə oturmağında. Sadəcə dayım gil qurbanlıq kəsmişdilər və sağ tərəfdə qadınlar oturduğu üçün və orada alkoqol yox idi deyə biz qurbanlıq əti yeyirdik. Amma soldakı kişilər, onlar qurbanlıq əti yemirdilər, başqa bir ət yeyirdilər. Çünki onlar bəziləri alkoqol içirdi. Əlbəttə ki, dayım oğlunun şərəfinə ki, bir il əskərliyini çəkdi. Çox gözəl və nəhayət bizlərə qayıtdı. Üstəlik mən sizdən soruşmaq istəyirdim ki, siz hansı kababı sevirsiniz? Mənim ən öldüyüm kabablardan biri o bastırmadır. Mən bastırmanı heç bir kababa dəyişmərəm. İnciməyin başqa kababları sevənlər. Dayım da özü çox gözəl kabab hazırlayır o heç, amma bu dəfə kababçını çağırmışdılar. 40 ilin ya 30 ilin kababçısıdır. Dayım dedi, tam yadımda deyil. Və ət adamın ağzında əriyirdi. O qədər dadlı idi. Prosta ki, nədənsə mən tez doydum və getdim sizin üçün montaj eləməyə. Onunla məşğul olurdum pilləkəndə. Axırda görəcəksiniz pilləkəndə deyəndə nəyi nəzərdə tuturam. Və elə bilirdiniz bununla bitəcək. Əlbəttə lülələr. Mən lüləsiz heç hara getmərəm. Dayım gildən də kabab çırpışdırdım. Şotsda olacaq. Скажи еще раз. Я устал 365 дней длится. О, красавчика.
Я фонариком свяжу. Свечу. Maşkanı götürdüm özümden. Новая медаль işte. Axır ki tapa bildim Это elmanı. что? Новая медаль вчерашняя. Это вчерашняя. Dünənki medal. Azərbaycan'da mı? Başlamışsan уже. Yox, valideynlə belə durur. Qoyacam hamısını. Bu nədir? İkinci medal hansıydı? Ay axırıncı medal bu. Buydu da. Valid yaxınlaş. Valid bizim operatorimiz. Bu bizim axırıncı medalımızdır. Hansı, nə idi, haraydı? Elə-belə turnir idi. Elə-belə turnir idi. Klublar arası turnir idi. Hə. Süper. Bəs ən sevdiyim medal hansıdır? Ən sevdiyim. Vardı, hər il məncə sportsmende Ən var. sevdiyim yəqin 2 medal var. Bir budur. Harda? Qazaxstanda dünya çempionatında olmuşdu. Grappling üzrə ikinci yerdir. Aha. Bir də budur. Bu 2025-ci ildə belə deyək, əskəriyə getməmişdən əvvəl sonuncu beynəlxalq medalım idi. 3-cü yerdə Grand Slam. Çox qəşəngdir baxın. Belə deyək, dünya çempionatından sonra ikinci yarışdı jiu-jitsu üzrə Grand Slam Abu Dhabi'də keçirilmişdi. Onda 3-cü yer tutmuşdum. Yəni əsas bu iki medal mənim ən Ən sevdiyim. sevdiyim medallardır. Ən çətin ola Ən bilər. sevmədiyin və yaxud da ən belə yəni asanlıqla aldığın medal hansıdır? Asanlıq. Sevmədiyim deyim, yəni ki, sevmədiyim o da nəyə görə öz səhvim olub, düzdür. Bu medaldır. Əslində hamısı bir-birinə yaxın olan medallardır. Budur. Çünki bu Avropa. Türkiyədə jiu-jitsu üzrə Avropa çempionatı keçiriləndə finalda 11-0 utduğum an bir dəqiqə qalıb güləşin bitməsinə məni boğucu fəndə salırlar və 11-0 udacağım yerdə boğucu fəndə salırlar deyə mən yəni həmin güləşi uduzuram, boğulduğuma görə uduzuram. Ona görə çox belə Sevmirsən o medalı. sevmirəm deyəndə ki, əslində hər bir yarış düzdür, yaxşı bir oputdur, yaxşı bir experience-dir, amma Yaddaşında qaldı konkret sənin. Pis qaldı. Bəs ən asan medal hansı oldu? Sən belə qazandın da, sənin üçün Ən belə. asan medal. Ən asan medal. Ən asan medal. Yox idi, yox. Marafon medalı. Bu qaçışa Yox, ben qaçış bu deyil. Bizə marafon yazdım. Görün, götürmüşəm deyirəm qaçış medalı. Marafon medal. budur. Qaçışa çıxmışdı. Neçə kilometr idi burada? 21 kilometr idi burada. 21 kilometr idi. Ha, bu medallar. Marafon yarışları hə. Nisbətən daha rahatdır. Çünki güləşmirsən, döyüşmürsən, qaçırsan. Güləş sənin üçün heç nə asan, heç biri deyildi. Yox, heç bir medal. Heç kim atmayan olmamışdı, deməmişdi. Məsələn, çünki güləşmirəm. Belə yarış olmuyor ki, yəni Elə olmuyor. güləşməmiş, döyüşməmiş mən həmin yarışı oldum. Hə, Yəni elə bir şey olmuyor. olmuyor. Uşaqlar, əgər izləmək istəyirsiniz, TikTokunu saxlayacağam. Dayım oğlu hələ ki TikTok işlədir. YouTube-u da inşallah olacaq. İnşallah yoldan çıxardarıq, YouTube-a da salarıq. Sevgili. Uşaqlar, dayıma baxın necə hədiyyə gəlir. Dayı da doğrusu dayım oğluna, dayıma bilmirəm dayı. Kartinadır. Baxın. Görün qəşəngdir. Baxın, Abu Dhabi'dir, bu Dubay'dır, bu Almata'dır. Müxtəlif Paris'dir. Dubai, Abu Dhabi, Gretsiya, İstanbul. Buna bakın. Dedim çıxım biraz çöldə gəzim. Hamı danışır, bilmirəm məni eşidirsiniz ya yox. Hamı nəsə ürəyim sıxılır. Mən уже nə qədər də gəzdim. Oranı da gəzdim, buranı da gəzdim. Burada da hava çox qəşəngdir, sərindir, isti deyil. Həyət evidir. Hərdən belə momentlər görəndə mən də deyirəm ki, həyət evi istəyirəm. Çünki sərindir. Halbuki evdə də kondisioner var, amma çöldə görürsüz necədir. Biz tərəfdə yəni külək yox idi. Burada həmişə küləklidir. Mən hamıdan gizlənib pilləkəndə gəlib oturmuşam. Babelə. Səhərdən babeləyəm. İnanıram ki, məni eşidirsiniz, səs küydü bilirəm. Yuxarıdakılar səs eləyir.
indi bura, sərindi. Plus otağa girirsən elə bil orada ancaq kondisioner yoxdur, ancaq o otaqda yəqin ki qoyacaqlar. Hər yerdə var amma hər otaqda ayrıca. Ona görə ora girmək istəmirəm amma burada otursa elə ləzzət, heç kimsəyə əl vurmur. Bir də yuxarıdakı var, qışqırır. Uşaqlar, bu vlogun sonudur, ciddiyəm. Aha. Bu xoruldayan bəyimiz və bizim vlogumuz bitir. Mənə həmişə deyirlər ki, sən sağollaşmısan, elə bil ki, tam bitmir də vlog. Nənə ya simayı, nənə. Baba, bunu qoyacam hamısını. Həmişə deyirsiniz ki, vlogun axırı yoxdur. Bu dəfə deyirəm, sağollaşım sizi də. Sizlə uşa saat 9-un yarısıdır. Gələcəm evə, montaj eləyəcəm. Şəkli düzəldəcəm falan filan. Buna da 2-3 saat sərf eləyəcəm. Daim oğlu orada yatmaq istəyir. Çünki birazdan futboldur. Tak, yat, ona görə yatmır. Yaxşı, sağ olun uşaqlar. İnanıram ki, vlogu bəyəndiniz. Əgər bəyəndisə, like eləyin. Nedirə gətireyim?